Z bərabərdir. İ'lər burada qüvvətlər şəklində verilib. Üstəgəlsin 5 ifadəsini sadələşdirin. İ'nin qüvvətlərinə baxaq. Əsasları eyni olan qüvvətləri vurarkən biz onların üstlərini toplayırdıq. Yəni burada 1, üstəgəl 2, üstəgəl 3, üstəgəl və s. üstəgəl 20 olar. Natural ədədlərin sırasıdır. Ardıcıllıqla deməli ədədi silsilə olaraq götürə bilərik ki, bu cəmi tapmaq üçün A1-in üzərinə A-ni gəlib yarıya bölüb sayına vuraq. Sayda 1-dən 20-yə qədər 20 dənə ədəddir. Deməli 20 ilə 2 gedər 10 qalar. Onu da 21-ə vursaq 210 elər. Deməli cəm 210 olacaq. I üstündə 210. I üstündə 210 üstəgəlsin 5. I üstü 210 tapmaq üçün i'lərin hər 4 dənədən bir qüvvətlərdir. Yəni təkrar getdiyi üçün 214-ə bölsək burada alarıq 5 dəfə 10, burada 2 dəfə 8, 2 qalır. Deməli, i üstü 210-u i üstü 2 ilə əvəz edə bilərik. Üzərinə də 5 əlavə etsək, i'nin kvadratı -1 olan xəyali ədəddir. Üzərinə də 5 əlavə etsək, bərabərdir 4 alarıq.